Keçirik yeni xəritə izahlarımıza. Topluda qədim Azərbaycan dövlətlərinə aid olan xəritələrimizin izahı. Baxırıq 7-ci testdə Eradan əvvəl 4-cü əsrin 20-ci illərində yaranmış və qədim Albaniya dövlətinin cənubunda yerləşmiş Azərbaycan dövlətinin paytaxtı. İlk öncə Eradan əvvəl 4-cü əsrdə Azərbaycanda yaranmış dövlətlərimiz hansılardır? Cənubda Atropatena, şimalda isə Albaniya. Deməli, xəritəmiz iki hissədən ibarətdir. Cənub hissəsi Atropatena, şimal hissəsi isə Albaniya. Albaniya dövlətinin paytaxtı Qəbələ, ikinci paytaxtı isə Bərdə şəhəridir. Bu bizdən Eradan əvvəl 4-cü əsr istədiyinə görə Albaniya ilə eyni zamanda qədim dövrdə mövcud olmuş Azərbaycan dövləti Atropatena dövlətidir. Atropatena dövlətinin paytaxtı Kazaka şəhəri olub. Kazaka şəhəri isə Beşdə yerləşir. Deməli, xəritəmizdən bizdən cavab 5-dir. 4. Beyləqan, 2 isə Ərdəbildir. Eradan əvvəl 4-cü əsr olduğuna görə cavabımız 5-dir. Keçirik növbəti testimiz. Eradan əvvəl 4-cü əsrin sonu, 3-cü əsrin əvvəlində Atropatena dövlətinin paytaxtını müəyyən edin. Yenə də Azərbaycanın qədim dövrünə aid xəritəmizdir. Şimalda Albaniya, Araz çayından şimalda, cənubda isə Araz çayından cənubda olan ərazimiz Atropatenadır. Atropatena dövlətinin bir paytaxtı olubdur, Kazaka şəhəri. Kazaka şəhəri də 5-dir. 4. Təbriz, 3. Ərdəbildir. Deməli, bizim cavabımız olacaqdır 5. Kazaka. 2. Bakı yaxınlığında göstərə bilərik. Qobustan kimi də gedə bilər, Bakı da gedə bilər. 1 isə Azərbaycanın qədim Albaniyanın paytaxtı Qəbələ şəhəri. Hər dövrə aid xəritədə müəyyən bir ərazilərə düşür. 1-ə Qəbələ sadəcə müasir dövrlərdə dəyişiklik ola bilər, bu hissəyə gələ bilər. Yəni, zaman etibarı ilə baxırıq, hansı dövrün xəritəsində hansı ərazini istədiklərinə. Keçirik növbəti xəritə izahımıza. Yenə də qədim Albaniya dövlətinə aiddir. Eradan əvvəl 1-3-cü əsrlərdə Alan tayfaları hansı ərazidən keçərək Albaniya yürüş etmişdir. Xəritəmizdə yenə də qədim dövrə aid Albaniya və Atropatena dövlətindən ibarətdir. Albaniya dövlətinə alanlar yürüş etmişdir. Biz bilirik ki, şimaldan Dərbənd və Dəryal keçidindən. Deməli, cavabımız olacaqdır 5. Dərbənd və Dəryal keçidindən. Yenə də xəritələrdə yerləri müşahidə edirik. Cənub, Atropatena paytaxtı Kazaka, 2. Ərdəbil, 3. Beyləqan, 4. Müasir dövrümüzlə Carbala kəndi deyə bilərik. Qazax hissəsini götürə bilərik. 5 isə Dərbənd şimaldan Xaçmazda deyilə bilər. Bəzi xəritələrdə bu əraziyə. Yəni, cavabımız olur 5. Dərbənd və Dəryal keçidindən. Keçirik növbəti xəritə izahımıza. Test 12. Eradan əvvəl 4-cü əsrin sonu, 3-cü əsrin əvvəllərində İberiya ilə Xəzər dənizi arasında yaranmış qədim Azərbaycan dövlətinin paytaxtı. Deməli, İberiya və Xəzər dənizi ətrafı yaranmış Azərbaycan dövləti Albaniyadır. Albaniya dövlətinin paytaxtı hansı şəhər idi? Qəbələ. Bayaqki xəritəmizdə nəzər yetirsək, bu hissələri, yenə eyni ilə bu hissəni artıq Albaniyanın paytaxtı kimi götürə bilərik. Albaniyanın paytaxtı Qəbələ şəhəri idi. Qəbələ də xəritəmizdə 5-dir. 3. Bakı ətrafında Qobustan düşərgəsi, Bakını götürə bilərik. 4. Qaradağ, Araz çayının altında. 2. Ərdəbil, 1 isə Kazaka şəhəridir. Deməli, cavabımız olur 5. Yenə eyni tip xəritə sualımızdır. 13-cü test. Eradan əvvəl 4-cü əsrin sonu, 3-cü əsrin əvvəlində Albaniyanın paytaxtı. Yenə də qədim Azərbaycan dövlətinin xəritəsidir. Şimalda yerləşən Albaniya dövlətinin paytaxtı Qəbələ şəhəri olmuşdur.
Əgər erkən orta əsrlər dövrü desəydi, Albaniyanın paytaxtı Bərdəni 2-ni götürə bilərdik. Bizə qədim olduğuna görə cavabımız 1-dir. 3. Yenə də Ərdəbil. 4. Təbriz. 5 isə Kazaka şəhəridir.